Kistaları ümumi iki başlıq altında bölmək olar. Fizioloji kistalar, hansısı, bir də patoloji kistalar. Fizioloji kistalar qadının reproduktiv dönəmdə, aybaşı olduğu dönəmdə rast gəlinən kistalardır. Yəni, bütün həyatı boyu rast gəlinə bilər. Bunlar haradasa 2-6 ay ərzində öz-özünə keçib gedən kistalardır. Xüsusi bir müalicə gərəkdirmir. Folikulyar kistalar bunlara aiddir. Məsəl üçün, folikul yetişir, partlamır. Təbii, burada bəzi hormonal xəstəliklərin, yumurtalıqların polikistoz sindromudur, prolaktin yüksəkliyidir. Bu hormonal xəstəliklərin də rolu var ki, bu xəstəliklərin fonunda tez-tez bu problemlər rastlaşırıq. Bundan başqa sarı cisim kistaları var. Hamiləliyin özündə xüsusi kista növləri var ki, dekolüteyin kistaları hamilə dönəmdə onlara əhəmiyyət vermək lazım deyil. Məsələn, hamiləlik bitdikdən sonra o kistalar geriyə gedir. Və bir də var patoloji kistalar. Patoloji kistalar artıq xəstəliklə əlaqəli kistalardır. Bunlar müdaxilə gərəkdirən kistalardır. Və bu kistalar da təbii ki, kiçik ölçülü olanda bir müddət gözləmə taktikası seçə bilirik, amma iri ölçülü olanda mütləq ki, cərrahi müdaxilə gərəkdirir. Patoloji